Nuray Əliyeva, mexanika mühəndisi 3-cü kurs tələbəsiyəm. Azərbaycanda fizika, riyaziyyat, informatika təmayül liseydən məzun olmuşam və hal-hazırda İstanbul Universiteti Cərrahpaşada təhsil alıram. Burayı seçmə səbəbim ilk növbədə təhsilin keyfiyyətidir. Həm də universitetin köklü səviyyədə bir universitet olmağı, mühəndisliklə bağlı bir çox təcrübəsi olmağı və mənə də təcrübə qatacağı üçün bu universiteti seçdim. Universitetdə ən çox bəyəndiyim məqamlardan biri də müəllimlərin və tələbələrin uyğunluğu oldu. Yəni bütün müəllimlərdən çox keyfiyyətli dərslər alırıq və hər birinin çox böyük təsiri olur. Həmçinin stajlarımızda çox böyük kömək olar və Türkiyənin öndə gələn şirkətlərində staj edə bilirik. İlk olaraq tələbələrə tövsiyəm budur ki, xaricdə təhsil almağa həm mənəvi olaraq hazır olsunlar, həm də texniki tərəfdən bir çox fənlərə altyapı eləyərək gəlsinlər. Məsələn, mühəndislik seçəcəklərsə fizika, kimya kimi ixtisaslarda, riyaziyyat fənlərində özlərini gücləndirib o şəkildə gəlsinlər.